vətəndaşın 65 yaşı tamam olanda, əgər Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının vətəndaşın olduğu üçün Azərbaycan Respublikası qanunla tələb olunan şərtləri ödəyirsə, Türkiyədəki işlədiyini birləşdirməyə zərurət yaranmayacaq. Məsələn, bayaq qeyd etdiyimiz kimi, əgər 25 il stajı varsa və yaxud da minimum pensiya təminatına imkan verən kapitalı varsa, bu halda həmin şəxsə və yaxud da ki, elektronlaşdırılmış sistem üzrə kapitalı varsa, bu halda həmin şəxsə 65 yaşı çatdıqda pensiya təyin ediləcək. Yox, əgər bu şərtlər yoxdursa, pensiya hüququ əldə etmirsə, o halda həmin şəxs müraciət edir. Hal-hazırda Türkiyədədir qeyd etdiyi kimi, Türkiyənin Sosial Güvənlik Qurumuna ki, mən Azərbaycan Respublikasında da işləmişəm, sizdə də işləmişəm. Həmin stajlar göndərilir orqanlar arasında mübadilə olunaraq göndərilir Dövlət Sosial Müdafiə Fonduna. Yenə də baxılır, Türkiyədə işlədiyi ilə, bayaq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası işlədiyi stajlar birləşdirilir, hüquq yaranır, ödəniş isə yalnız Azərbaycan Respublikasındakına görə ona uyğun olaraq məbləğ müəyyən olunub ödənilir. Və eyni zamanda da həmin şəxs Türkiyəyə müraciət edə bilər, edib, Türkiyədə işlədiyinə görə də həmin dövlətdən ona uyğun olan qanunvericiliyin pensiya hüququ əldə edə bilər.